Baxın dostlar, bu üsulla hazırlanan qatıq necə bərk və qatı alınır. Alınmama ehtimalı da yoxdur. Odur ki, videonu sona qədər izləyin, bütün sirlərini açıqlayacağam. İlk olaraq yağlı südü qaynayana kimi bişiririk. Qaynadıqdan sonra da 20 dəqiqə bişiririk ki, tərkibində artıq suyu buxarlansın. Mən burada kənd südündən istifadə edirəm, amma market südü də olar. Bir odur ki, yağlılığı 3,2%-dan aşağı olmamalıdır. Və bu şəkildə vam atəşdə qarışdıra-qarışdıra bişiririk. Maya olaraq da qatıqdan istifadə edəcəyik və ən vacib məqam da burada temperaturdur. Südü ilıq hala gətiririk və barmağımızla da yoxlayırıq. Əgər barmağımız yanmırsa, demək ki, lazımı temperaturdadır. Yəni nə çox soyuq, nə də çox isti olmamalıdır. İlıq süddən biraz qatığın üzərinə əlavə edib qarışdırırıq və bu qarışımı qazandakı südə əlavə edirik. Mən südə həm də biraz da şəkər tozu əlavə edirəm. Bu faydalı bakteriyaların daha yaxşı işləməsinə kömək edir. Hamısını yaxşıca şəkər tozu əriyənə qədər qarışdırırıq. Südü bankalara tökürük və bankaların içərisində buxar yığılmasın deyə üzerini kağız salfetlə örtürük. Sonra da qalın bir dəsmala büküb 6 və ya 8 saat isti bir yerdə saxlayırıq. Mən bir gecə saxladım. Bu arada dostlar, şərhlərdə hər hansısa bir smaylik qoysanız çox sevinərəm. Bu sizin üçün çətin deyil, amma mənim kanalımın inkişafı üçün çox önəmlidir. Və artıq vaxt keçdikdən sonra görürük ki, qatıq özünü necə yaxşı tutub və indi isə tam hazır olması üçün yenidən üzərini örtmədən ən azı 3 saatlıq soyuducuya qoyuruq. Və budur, təbii, xeyirli və çox ləzzətli qatığımız hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun, hələlik.